Müəllim sinifdə öyrənmə çətinliyi yaşayan bir şagirdin valideyni ilə görüş təşkil edir. Öyrənmə çətinliyi var şagirdin, onun valideyni ilə görüş təyin edir. Görüş zamanı valideyn əsəbi halda deyir, övladım evdə hər şeyi yaxşı öyrənir. Əgər məktəbə nəticələri məktəbdə zəifdirsə, bu sizin metodlarınızla bağlıdır. Bu vəziyyətdə müəllimin hansı addım atması daha məqsədə uyğun olar? Yəni, öyrənmə çətinliyi var, biz valideynlə görüşürük, valideyn deyir evdə hər şey yaxşıdır. Nə varsa məktəbdə sizin metodunuzdan asılıdır ki, uşaq nəticəsi zəifdir. Burada müəllim necə davranmalıdır? A variantı, valideynin öz tədris metodlarının doğru olduğunu əsaslandırmalı və öyrənmə çətinliyinin sinifdən qaynaqlanmadığını bildirməlidir. Belə davranış doğru davranış deyil. Çünki biz həqiqətən də səhv edirik nəyisə, düşünməyimiz lazımdır. Və öz tədris metodlarının doğru olduğunu əsaslandırmaq, demək ki, yox, mən düz eləyirəm, bu sinifdən qaynaqlanmır, bu yanaşma doğru olmaz bu prosesdə. Demək, B variantı, müəllim, valideyn, məktəb rəhbərliyi və psixoloqun da iştirakı ilə iclas təşkil etməli, problemin nədən qaynaqlandığını. Yəni, bu problemi üçün məktəb rəhbərliyi ilə haradasa psixoloqu başa düşmək olar ki, psixoloq da ola bilər. Amma məktəb rəhbərliyi ilə bu hamını yığaq bir yerə iclas eləyək, bu doğru yanaşma deyil. Bu müəllimlə valideyn arasında olan məsələdir. Məktəb rəhbərliyinə hələ daşınmamalı olan bir şeydir. Məktəb rəhbərliyinə daha ciddi məsələlərlə bağlı müraciət edirik. C. Valideynin narahatlığını anlayışla qarşılayaraq onu dinləməli. Biz bu narahatlığı anlayışla qarşılayırıq. Onu dinləməli, sonra isə şagirdin inkişafı üçün birlikdə həll yolları tapmalıdır. Bəli, bu doğru cavabdır. Biz valideynlə söhbət eləməyimiz lazım ki, yaxşı, biz nə edək ki, düzəlsin. Mən nə edə bilərəm, siz nə edə bilərsiniz və əl-ələ verib işləmək. Məsələ burada ego məsələsi deyil də, valideyn düz deyir, müəllim düz deyir, biz egomuzun savaşı deyil. Məsələ şagirdin inkişafıdır. Yəni, problemin həllində egoları kənara qoyub, şagirdin inkişafını göz önündə bulundursaq, o zaman bizim normal davranışımızda bir problem olmayacaq. D variantı, valideynə empati göstərməli, doğrudur. Qısa zamanda problemi həll edəcəyini bildirməlidir, bu yanlışdır. Bu, böyük bir öhdəlikdir, bəlkə problem sizdən qaynaqlanmır. Necə həll edəcəksiniz? Ona görə D səhvdir. Y. Valideynin emosional reaksiyasını görməzdən gəlib, görməzdən gəlmək olmaz. Valideynin anlayış göstərmək lazımdır. Ona görə səhvdir. Görüşü tez bir zamanda bitirməli və mövzunu çox uzatmamalıdır. Yox, bu yanlış yanaşmadır. Cavab C.